Uşaqlıqdan hər zaman payız mənə almalı piroqu xatırladır. Ona görə bugün almalı piroq hazırlayırıq. Ərzaqların miqdarını videonun aşağısında qeyd eləyəcəm. Un, şəkər tozu və bir çimdik duza kərə yağı əlavə edib ovuntu halına gətirirəm. Daha sonra yarım stəkan su əlavə edirəm. Məndə xəmir biraz sula alındığı üçün daha yarım stəkan un əlavə etdim. Ən sonda biraz ələ yapışan xəmir alınmalıdır. Alınan xəmiri təxmini 30-40 dəqiqə arası soyuducuda saxlayıram. Daha sonra keçirəm içliyə hazırlamağa. Almaları doğradıqdan sonra üzərinə şəkər tozu, darçın və qarğıdalı nişastası əlavə edirəm. Xəmiri soyuducudan çıxarıb 2 hissəyə bölürəm. Bir hissəsi digərindən biraz balaca olmalıdır. Böyük olan hissəni yaxşıca yayıram. Yaydıqdan sonra almalı qarışımı üzərinə əlavə edirəm. Xəmirin digər hissəsindən isə kəsiklər edirəm və onları da piroqun üzərinə düzürəm. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxmini 40 dəqiqə bişirirəm. Piroqun qoxusu bütün evi bürümüşdü. Tam soyuduqdan sonra nuş eləyə bilərsiniz. Bu piroqu mütləq hazırlamalısınız. Fikirlərinizi rəylərdə bildirin.